Salam, hörmətli izləyicilər. Bugünkü videoda mən yenidən bu motor yağı ilə bağlı bir sıra fikirlərimi bölüşmək istəyirəm. Əsasən bu motor yağının dəyişdirilmə vaxtı ilə bağlı demək istəyirəm. Deməli, bildiyiniz kimi, mənim keçən videolarda da bu barədə danışmışam. Burada zavod tərəfindən motor yağın dəyişdirilməsi, yəni normal tras yollarda 5000 hep kilometr, şəhər şəraitində, yəni ağır şəraitdə isə 3000 hep kilometr dəyişdirilməsi məsləhət görülür. Lakin onu deyim ki, bu zavod tərəfindən bu göstəricilər, yəni orta hesabla göstərilir, yəni təxmini hesablanır. Və burada əsas vacib məqam, yəni bu motordan və yaxud da avtomobildən asılı olmayaraq, burada əsas yağın növü, keyfiyyəti və avtomobil orta sürəti rol oynayır. Düz indi zavod tərəfindən tələb olunan əsas şərtlər, məsələn, yağın 0W20 olması, onun belə deyək SP və yaxud da SN plus və C5 bu markalı yağların olmağı vacibdir. Lakin sürülmə, yəni yağın dəyişdirilməsi sırf avtomobilə tökülən yağın növündən, keyfiyyətindən və orta sürətdən asılıdır. Belə deyək, yəni ən dəqiq motor dəyişmə belə, yəni qoyulan kilometrlə deyil, motor saatlarla hesablanmalıdır. Motor hesab da, yəni o nədir? Yəni, motorun, benzin motorunun faktiki işləmə saatını göstərir. Yəni ola bilər ki, siz az məsafə sürürsünüz, yəni belə deyək, hardasa bir 5 kilometr yol gedirsiniz, lakin faktiki olaraq benzin motor, yəni probkalarda və svetoforlarda ola bilər ki, daha çox işləsin və bu hal ən çox özünün adi benzin maşınlarda göstərir. İndi bu bildiyiniz kimi BYD Game Plus bu plug-in hibrid avtomobildir və əksər hallarda, yəni probkalarda, svetoforlarda benzin motor sönür. Və ola bilər ki, hansı hallarda, ola bilər, yəni zaryadka az olanda və yaxud da pet işləyəndə, hətta dayananda da benzin motor işləsin və ona görə də faktiki, yəni gedilən məsafə ilə motorun işləmə saatında fərq yarana bilər. Və buna görə də ən dəqiq ölçü, belə deyək, motor saatına hesablanmalıdır. Və motor yağı ilə bağlı onu deyim ki, əsas hazırki dövrdə motor yağları iki tipdə olur. Bu bir hidrocracking yağlardır, bir də PAO və yaxud da ester tərkibli yağlardır. Yəni hidrocracking nədir? Bu, yəni belə deyək, tam sintetik də deyil, yəni mineral da deyil. Bu belə bir orta belə deyək, olan ortasında olan bir yağ növüdür. Sintetika daha yaxındır və onun əsas üstün cəhəti, yəni keyfiyyətinin qiymətinə nisbətən daha uyğun olmasıdır. İkinci yağ növü isə PAO, ester, belə deyək, bu tərkibli yağlar, onlar neftdən deyil, qazdan hazırlanır və daha baha və daha keyfiyyətli üstün cəhətlərə malikdir. Və qiymətlər də, yəni indi hazırki qiymətlə belə deyək, hidrocracking yağlar təxminən bir 150 manata qədərdir, yəni 4 litrlə götürürəm bunu. PAO ester yağlar isə artıq 150 manatdan baha çıxır. Və burada da əsas, yəni onu da fikir vermək lazım ki, PAO ester yağlardan, yəni onlar da tam 100% həmin tərkibdə olmur, yəni onlar da hansısa baza yağlarına əlavə olunur və orada olan PAO və ester
qatqılarının hardasa faizi olur. Ola bilər 10%, 20%, 30%, yəni yağın artıq keyfiyyətindən, onun növündən, qiymətinə asılı olaraq, yəni həmin faiz dəyişə bilər. Və belə deyək, hidroklinik yağları nisbətən ucuz olsa da, lakin yəni məndə olan məlumata görə bir çox hallarda hətta PAO yağlardan da yəni bəzi hallarda üstün olur. Və PAO yağın əsas üstün cəhəti odur ki, o həmin dediyim moto saatlara görə daha dözümlüdür, yəni daha gec xarab olur və əgər hidroklinik yağlarına yəni icazə verilən, sürmək üçün icazə verilən moto saatı 250-350 saat sayılırsa, 250-dən 350-yə qədər PAO və ester yağları 350-dən 450 moto saata qədər yəni istifadə eləməsi üçün icazə verilir. Və onu da deyim ki, bizim indi mən belə götürürəm. İndi bizim istifadə elədiyimiz yağların da keyfiyyət tam əmin olmadığıma görə həmçində bu benzinlərin də bu yağa təsirini nəzərə alsa, mən bunu həmişə yəni aşağı hesabdan götürürüm. Yəni 250-350 isə mən bunu 250 ilə götürürəm. Həmçinin PAO-larda yəni 350-400 isə onu 350 ilə götürmək lazım ki, yəni tam elə bir əgər keyfiyyəti aşağı yağdırsa, benzin keyfiyyəti aşağıdırsa, orada harca bir ehtiyat, yəni belə bir zapas da qalsın. Və deyilənlərə görə heç də yəni belə adi maşınlara PAO, ester yağlar tökməyə ehtiyac yoxdur. Yəni bunlar elə də güclü motora malik deyirlər. O PAO, ester yağı ən çox yəni güclü motorlu maşınlara, idman avtomobillər tökülür ki, orada yəni abarotlar da çox yüksək olur. Yəni sürət də yuxarı olur. Yəni belə adi maşınlara yəni heç də elə bahalı yağlar tökməyə ehtiyac yoxdur və hidroklinik də yəni öz tərkibinə görə tam, yəni keyfiyyətə görə bu avtomobil motoruna tam uyğundur. Və bu motosaat, yəni belə deyək, bunu necə hesablamaq lazım? Motosaatda ümumiyyətlə yəni adi maşınlarda bunun hesablanması üçün bir elə bir şkala olmur. Bu əsasən bu kənd təsərrüfatı texnikasında, yəni traktorlarda, ekskavatorlarda belə bu texnikalarda olur. Çünki orada yəni onlar uzun məsafə qət eləmirlər. Demək olar ki, bir qısa məsafələrdə işləyirlər və onların yəni motorun yağı məsafə ilə deyil, motosaatlarla hesablanır. Və adi maşına bu göstərici adətən olmur. Lakin bu BYD-lərin bu üstün cəhəti odur ki, indi bilmirəm, bəlkə də hansısa başqa modellərdə var. Yəni BYD-də Priborda belə bir hal-hazırda gördüyünüz bu average speed belə bir şkala var. Və bu motosaatı göstərməsə də, lakin orta avtomobilin orta sürətini göstərir. Və motosaatı hesablamaq üçün də siz bu gördüyünüz HEV kilometri bunu bölürsünüz siz, bu həmin o 11-dir, hal-hazırda 11-dir. Gördüyünüz kimi buna böləndə siz həmin o motosaatları ala bilərsiniz. Və mən indi bunu yəni özümdə belə hesablayıram ki, gördüyünüz kimi mən yəni ilk yağ dəyişmə 2000 HEV kilometrdə olub Apkatkadan sonra və ondan sonra 2724 kilometrdə sürmüşəm. Və mən adətən şəhərdə, yəni probkalarda daim sürdüyümə görə orta sürətlə gördüyünüz kimi 11 kilometr saatdır. Bunu indi mən hesablayıb sizə lap dəqiq deyərəm. Ekranda bu rəqəmi verəcəm. Və şəhərdə adətən sürət yəni bu həddi keçmir, 11-12 kilometr olur. Və bu rəqəm nə qədər azdırsa və motosaatlar da o qədər yəni tez, yəni onun vaxtı belə deyək çatacaq. Əgər 200 hidroklinik yağlarında 250 saatdırsa, onun son, yəni istifadə müddəti və bu sürət az olanda həmin rəqəmdə, yəni həmin kilometrdə tez gəlib çatır. Ola bilər kimsə trassa sürürsə bu maşını, ola bilər bu rəqəm 20 kilometr saat ola bilər, 30 ola bilər və belə olanda yağ dəyişməyin də müddəti, kilometri artır
Məsələn 20 olsa 250-dirsə, yəni onun maksimal 250-ni vuranda 20-yə harasa 5000 kilometr. Yəni trassa sürüləndə bu rəqəm 20-sə siz motor yağın 5000 hep kilometrdə də dəyişə bilərsiniz. Onu bildirmək istəyirəm ki, əgər bu ustalar bəziləri deyirlər 3000-də, 4000-də, 5000-də, elə 7000 deyənlər var. Yəni həmin 7000 sürənlər də var bəzən, yəni reklama bəzi adamlar belə allanır, eləyir. Yəni ən dəqiq bilmək istəyirsən, yəni əgər motoru qorumaq üçün istəyirsən dəqiq rəqəm, motor yağın dəyişməsi motosaatla hesablanmalıdır. Onu da dediyim kimi bu qayda ilə hesablayırsınız. İndi hər kəsə müxtəlif ola bilər. Əsas bu menyuda seçdiniz bu average speed olan hissədə buna fikir verirsiniz. Bu rəqəm sizdə neçədirsə sürdüyünüz kilometri, yəni son, yəni belə deyək də, bunu siz yəni yağı dəyişəndən sonra və bunu sıfırlamaq üçün belə deyək, bunu basandan sonra həmin bunu basıb saxlayırsınız və bu rəqəm sıfırlanır və hər yağ dəyişəndən sonra bu cür yəni hesablamalar aparmaq mümkündür. Məsləhətdir ki, əgər siz hidrokreking yağı tökürsünüzsə, bu 250 saatdan çox olmasın, 250 motosaatdan çox olmasın. Belə olan halda yəni ən dəqiq, ən belə motora uyğun bir yağ dəyişmə vaxtı olacaq. Bununla bağlı kimisə nəsə bir sualı olsa, yəni yeni kommentariyalarda mənə yaza bilər. Yəni özünüz də girib internetdə də indi şuralar, bütün məlumatlar var. Mən özüm də elə bu məlumatları internetdən alıram. Özünüzdə bu motosaatlarla bağlı onun hesablanmaz qaydası, hidrokreking yağlarının dəyişim müddəti ilə bağlı özünüzdə bir məlumat ala bilərsiniz. Və bu videonu çəkməkdə məqsədim odur ki, yəni bu yağ dəyişmənin vaxtı ilə bağlı yəni bu mübahisələrə bir aydınlıq gətirim və həm də yəni yağ dəyişmə vaxtınız dəqiq olsun ki, motorunuzda gələcəkdə bir problem olmaz. Bununla bağlı deyəcəm bu qədər. Sağ olun.